Bismillahirrahmanirrahim. Bax, burada mühüm məsələlər də var. Tutaq ki, indi bir insan düçar olub. Artıq düçar olub. Onu necə kəşf eləmək olar? Falçının yanına mı getmək lazımdır? Mollanın yanına mı getmək lazımdır? Nə eləmək lazımdır? Necə kəşf elə bilərsən? Sən necə kəşf elə bilərsən ki, əslində bu sehir olunub buna? Yəni, qabağında oturur adam. Necə kəşf elə bilərsən? Və yaxud da bu sehir növünün hansıdır deyə necə kəşf elə bilərsən? Deməli, aysa biz bilmirik, nə də bunu bilmək mümkün deyil. Qeyb məsələdir. Biz ancaq bildiyimiz eləyirik. Deməli, buna diqqət yetirin, qardaşlar. Bunu təkrar deyirəm ki, xata var bu şeydə. Mən hətta ehtiyat edirəm, bu dəqiqə mən danışıram, ehtiyat edirəm ki, məclisdən sonra cəmaat deyəcək, məndə cin var, şübhəyə düşəcəklər. Təvəkkülümüz Allaha güclü olsun. Qorxmayın. Bəzi danışılan şeylərin sizdə olması vəsvəsə də ola bilər. Ona görə bu şeylərdə başdan çıxardın inşallah. Deməli, birincisi, əgər bir insan düçar olubsa, düçar olanda insan sehirə uğradığı zaman özü bilir. Yəni, elə bir insan yoxdur ki, sehirə düçar olsun, özü bilməsin. Hamı bilir, adətən. Lakin, bu get-gedə ağaç kök atan kimi sehir insan bədəndə kök atır. Əgər bunu vaxtında adam özü müalicə eləmədirsə, ya bir sehirə düçar olmuş, müalicə etdirmədilərsə, bu get-gedə şişir və yoğunuyur. Və zaman keçdikcə bunun müalicəsi çətinləşir. Ona görə üstə tez düşmək lazımdır. Və əgər kəşf olunsa ki, bu insana sehir qapısına harasa bastırmaqla bu şeyi kəşf ediblər. Onda o zaman bunu iptal eləmək üçün, pozmaq üçün bir neçə yollar var. Birincisi, getmirsən falçının yanına, mollanın yanına ki, görəsən, haradadır bu, hara dəfn ediblər. Nə sehirbazın yanına getmirsən, çünki axır vaxtlar fətvalar ortaya çıxmışdır ki, sehrin yerini tapmaq üçün sehirbaza müraciət edə bilərsən. Bəzi insanlar bu fətvanı başladılar yaymağa, fitnə çıxdı. Doğrusu odur ki, qardaşım, sehirbazın yanına getmək olmaz. Əhməd ibn Həmbəldən olan rivayət var, lakin Əhməd ibn Həmbəl bunun bu şəkildə deməyib. Və hətta demiş olsa belə, biz məsələləri dəlillə tanıyırıq. Dəlil lazımdır. Və sehirbazın doğru dediğini hardan bilməlisən? Hətta doğru desə belə, sənə qadağandır gedib ona inanasan. Onun dediyini tətbiq eləyəsən. Və bu küfrün əlamətlərindəndir. Küfrün əlamətlərindəndir, yəni cadukarın dediyini inanasan və gedib onu tətbiq eləyəsən. Deməli, əgər bir insan özü ağlı başındadırsa, yəni sehir bunu tam otuzdurmayıbsa, ağlını başından almayıbsa, sehir bu insanı hissiyyətdən qaldırmayıbsa, onda o zaman o insan yaxşıdır ki, namazda dua eləsin ki, Allah onun yerini göstərsin. Və bu insan bu duaları çalışsın ki, duanın qəbul olan vaxtlar eləsin. Səcdədə, əzənlə iqamə arası, gecənin 3də 1-də, cümə günü gün batana yaxın və s. kimi. Ehtimal var ki, o insan onu yuxuda görə ki, harə dəfn olunur bu. Belə zaman bəyənilir ki, gedib o yeri qazsın ya qazdırsın. Ehtimal var çıxsın. Əgər insanda bu şey ehtimalı yoxdursa, şuuru itibsə, artıq özünü bilmirsə, onda o zaman ən azından onu müalicə edən insan özü dua elə bilər Allaha ki, ya Rabbi, mənə yardım elə ki, əgər o insana sehir bastırılma vasitəsilə olubsa, onu üzə çıxarda bilər. Ola bilsin ki, həmin insan onu görə yuxusunda. Bu ikinci variantdır. Üçüncü variant var, əziz qardaşlarım. Əgər ehtimal oldusa bu, böyük bir miqdarda su ovsunlanır. Böyük bir miqdarda su ovsunlanır. Və bu su ovsunlanmış su evin içində və sahəsində şübhə və zənn etdiyin hər yerə o sudan səpərləyə bilərsən. Tökürsən, az-az, İstərsən gülü sulamırlar, o alətlə, su sulayanla, güldə nədir, onlar nədir? Su sulayanla, istərsən əlivlə, belə, istərsən tökürsən.
Önəmli olan budur ki, bu Allahın rəhmətindəndir. Və Quranın və İslam dininin əzəmətindəndir ki, əgər sehir dəfn olunan yerə ovsunlanmış suyun bir damlası üzərinə düşsə, o yerin dibində də olsa Allahın izni orada iptal olur. 100 metr dərinliyində də olsa, üstünə bir damla ovsun suyu düşsə, Allahın izni ilə altında o iptal olur. Bu onu göstərir ki, Allah elə bir xəstəlik endirməyib ki, onun müalicəsini endirməsin, ölümdən başqa. Bu baxımından əziz qardaşlar, bu bastırılıbsa, bunun ancaq yeganə müalicəsi belədir. İkincisi, əgər ehtimal varsa ki, bu insana sürtülüb, dərisinə ya paltarına və bu sürtülmə vasitəsi çox zaman o kişilərin ki, qeyri-qanuni, nikahsız qadınlarla oturub durmaqları var. O qadınlarla əlaqə saxlayırlar. Bəzən ola bilər ki, hətta bəlkə də cinsi əlaqə olmayıb, amma ünsiyyət, yəni söhbət, oturublar kafedə, bir-birinin evinə gediblər, gəliblər. Bu cür olan qadınlar bu yoldan daha çox istifadə edirlər ki, hətta həmin insanın ailəsi dağılsın, bəlkə də bununla evlənsin deyə. Bu qadınlarda bu hiylə daha çox olur. Və bunu təcrübə olaraq da bəzi insanlar, yəni ki, gətirib görmüşəm. Məsələn ki, onların alt geyindiyi paltarlara, nasklarına yağ yaxılıb. Donuz yağıdır, it yağıdır, at yağıdır, ilan yağıdır, Allah bilir. Və səbəbi öyrəndikdə baxmışıq ki, bunu eləyən kimdir? Onun qeyri-şəri şəkildə əlaqə saxladığı hər hansı bir qadın tayfası. Qısacası budur ki, əgər bir insan ehtimal olarsa ki, sehrə düçar olub, sürtülmə vasitəsilə, onda o insan ovsun suyundan çinməsi lazımdır. Çinməsi lazımdır və bunun da şərtləri var. Deməli, o adam ovsun suyuyla çimizdirilir ən azı 3 dəfə. Ən azı 3 dəfə, yəni böyük miqdarda su götürülür, o su ovsunlanır, və sonra o suyu nə odda, yəni nə qazda, nə peçdə, nə ocağın üstündə qızdırmaq olmaz. O suyu ancaq günəş şüası ilə, günəş istisi ilə qızdırmaq olar, havalandırmaq olar və əgər hadisə qış gün baş veribsə, ən azından qaynar bir suyu tökürsən bir qaba, sonra bedrəni tutaq o qaynar suyun içinə salırsan və bununla, yəni zərurət anında belə istifadə edir. Və sonra həmin su ilə adam qusul eləyir. Və qusulda da, əziz qardaşlar, sabun, şampon, bu kimi maddələr işlətmək olmaz. Quru su ilə başından 2-3 dəfə də tökürsən və sonra əlinlə quru qalan yerləri isladırsan. Bu, əgər sürtülübsə, Allahın izni ilə bədənə yaxılıbsa və onun vasitəsilə keçibsə, bununla sehirdən insan canını qutara bilər. Və əgər paltar ələ keçibsə, o paltarı yandırırlar və onun suyunu axar bir suya, çaya tökürsən. Əgər ehtimal varsa ki, bu nə bastırılmayıb, nə də sürtülməyib, ancaq yedizdirilib. Yedizdirilmək məsələsində çox zaman xain qadınlar əl atır. Adamın adı, xain zövcələr, ərinin halını pisləşdirmək istəyənlər bu cür şeyə cəhd göstərirlər. Yəni, onu yedizdirirlər, sehri yedizdirirlər. Və sehr, subhanallah, elə bir şeydir ki, insan mədəsini bilirsiniz, hər şeyi həzm eləyir. Amma sehri həzm elə bilmir. Bir insan 60 il mədəsində sehr daşıya bilər. Və hər cür qarın xəstəliyinə düçar ola bilər, qarın axıntısına düçar ola bilər, o sehr çıxmaya bilər. O qalır orada. Deməli, əgər ehtimal varsa, onda o zaman yenə ovsun suyuna əl atılır və həmin insan bir həftə boyu ən azı ovsun suyunu durmadan istədiyi zaman içə durur. İçdiyi zaman əgər ürək bulanması, baş fırlanması baş verdisə, bu əlamətlərdəndir ki, həmin insan sehri yeyib artıq. O zaman qusmağa çalışmalıdır. Qustuğu zaman da tualetə qusmaq olmaz, zibilxanaya qusmaq olmaz, nə kanalizasiyalara qusmaq olmaz. Təmiz bir yerə qusmalısan ki, hətta sən qırmızı rəngində olan bir şey qaytardığını görəsən. Çünki, subhanallah, qırmızı rəngin şeytana böyük təsiri var. Yəni, şeytanın sevdiyi rənglərin biri qırmızı rəngdir.
Baxırsan ki, bir də qara rəng. Sehirbazlara qurban kəstirəndə deyir, qara qoyun kəs, qara xoruz kəs. Deyir, qırmızı qoyun kəs, qırmızı toyuq kəs. Bu rəng söhbəti onlara görə önəmlidir. Ona görə o mədədə olan o sehrin törətdiyi şey qırmızı rəngində ola bilər və qaytarma əsnasında onu gördünsə, əmin ola bilərsən ki, artıq bu şey səndən çıxdı. Və onunla kifayətlənmirsən, olsun su içməyi davam edirsən. İnşallah bu üçüncü variantda da yenə ondan canını qutara bilirsən. Və bunun umumən bu üç halın hansı olursa olsun, əziz qardaşlar, əlavə müalicələr var. Məsələn, bir insan umumən gördüsə ki, belə bir ehtimal var, yaxşıdır ki, təmiz bal tapsın. Təmiz bal. Təmiz balı timin yağı ilə və yaxud həbbəti sauda ilə ya onun yağı ilə qarışdırsın. Və onun içinə ovsun, oxusun. Və onu hər gün yemək yeməzdən qabaq ağız suyu ilə bir qaşıq, xörək qaşığı yesin. Və onu yedikdən sonra ən az bir yarım saat müddətində heç bir şey atmasın. Nə su, nə yemək, nə də heç bir şey ki, hətta mədədə o mübarizə aparsın deyə. Və eyni zamanda bədən xaricində isə zeytun yağı ilə də yenə müalicə elə bilər. Zeytun yağını götürür, ovsunlayır və onu qulaq arxasına, boyun hissəsinə və bel fəqərəsinə sürtə bilər və yaxud döş hissəsinə. Deməli, əziz qardaşlar, burada hikmət var ki, bəzən insanın dərisindən daxil olur cin. Bəzən insanın dərisindən daxil olur cin və burada önəmli bir fayda var, onu sizə biraz sonra gətirəcəm. Bu çox mühümdir və insanların çoxu da həmin şeyi siri bilmir, müsəlmanların. Ona görə o zeytin yağını əgər ovsunub sürtdünsə, inşallah o dəri əsnasında, o sürtülən yerdə, adətən cinin orduğu, mərkəz saldığı yerdədirsə, onun təsirindən Allahın izni ilə o oranı tərk edir və çıxmağı, qaçmağa vadar olur. Hamınız bilirsiniz, Peyğəmbər s.ə.v-in Peyğəmbərliyinin əlamətlərindən biri, hətta Tövratda və İncildə sabit olan əlamətlərindən biri, Peyğəmbər s.ə.v-in kürəyində, sol tərəfində göyərçinin yumurtası qədər artıq ət var idi. Sol tərəfində, çiynində. Yəni, ürək hissəsinin tam arxa tərəfində. Bu, Peyğəmbər s.ə.v-in Peyğəmbərliyinin əlamətlərindən idi. Bu əlamət əvvəlki kitablarda da var idi. Ona görə Salman el-Farisi radiyallahu anhu, bilirsiniz, məcusi olur, sonra xristiyan keşişlərin bir neçəsinin tələbəsi olur və orada Peyğəmbərin vəsfini deyir ona, xristiyanların biri və gəlir Peyğəmbər s.ə.v onlardan nə idi? Peyğəmbər sədəqə götürmürdü. Peyğəmbər sədəqə verir, görür ki, qəbul eləmədi. Yəni, əlamətlər hamısı olur birindən başqa. O da Peyğəmbər s.ə.v-in kürəyinin açıq olduğunu görə bilmir. Axırıncı variantı gözləyir və Peyğəmbər s.ə.v cənazə mərasimlərinin birində olarkən, qəbrin üstünə torpaq atarkən, kürəyinə saldığı paltar düşür. Düşəndə görür ki, həmin ət parçası Peyğəmbər s.ə.v-in kürəyindədir. Və gedir Peyğəmbər s.ə.v qucaqlayır, öpür ki, artıq sənə iman gətirdim, ya Rasulallah. Deməli, o ət olan yer, əziz qardaşlar, İmam-ı Sehli rəhməhullah, Şeyx Fovzan bunu əqidə kitabında gətirir. Deyir ki, burada bir sir var ki, nəyə görə Peyğəmbər s.ə.v-in sol tərəfində o ət parçası var idi. Deyir, çünki adətən insana cinlər vəsvəsə verəndə ürəyinə oradan girir. Və bu da cinlərə girməmək üçün, onlar üçün qapı idi. Allah Peyğəmbər s.ə.v-i həmin o yerində o əti qoymuşdu ki, onlar ora girə bilməsin. Və o ət parçası böyüyürmüş və balacalanırmış, bir miqdarda durmurmuş. Böyüyəndə əl tutası qədər olurmuş, balacalananda isə göyərçin yumurtası qədər. Deməli, bu da açıq-aşkar göstərir ki, zeytun yağını ovsunlayıb insan bədən orqanına, xüsusən şeytanların və cinlərin mərkəz tutduğu yerləri sürtmək, onların pisliklərindən və törətdiyi pis işlərdən qurtulmasına səbəb olur. Ortada yəni artıq namaz vaxtıdır. Mövzu maraqlıdır. Əminəm ki, maraqlıdır sizə də. Lakin, əlhamdülillah, bu qədər kifayətdir. Ovsun odur ki, əziz qardaşlarım, sudur, istərsən baldır, istərsən adamın özünədir birbaşa, istərsən nə olursa olsun, ovsun budur. Ən birinci ovsun Fatihədir. Fatihə surəsini oxuyursan, Qul Huvallah surəsini oxuyursan, Fələq surəsini
Nəs surəsini oxuyursan, özəlliklə və əlavə olaraq Ayətəl Kursunu oxuyursan, Bəqərə surəsinin 255-ci ayəsini və Bəqərə surəsinin axırıncı son ayəsini. Və bunların hamısı ovsunun dairəsindədir. Bunların heç birini bilməsən, Quran-ı Kərimdən hardan oxusan ovsuna daxildir. Amma özəlliklə suya oxuduğun zaman Fələq Nəs surəsi lazımdır. Suya oxuduğun zaman, bala oxuduğun zaman, yağa oxuduğun zaman Fələq Nəs surəsi lazımdır. Bununla bu dərsi tamamlayıram. Və sallallahu səlləm alə nəbinə Muhammed və alə alihi və sahbihi əcməin.